Komandamızın adı Qarabağ FC komandasıdır. Keçən ildən artıq bu komanda fəaliyyətdədir. Əlbəttə əvvəllər bildiyimiz kimi pilotlarla yarışlar keçirilirdi. İndi isə artıq fərdi şəkildə öz komandamızı qurmuşuq. Bizə motivasiya verən əsas xüsusiyyətlərdən biri, əsas mənbələrdən biri də keçən il Hindistanda keçirilən yarışlarda qələbə qazanmağımız oldu və yenidən artıq bizə yarışa bir motivasiya yarandı. Artıq fərdi şəkildə öz qrupumuzu qurub bu yarışda iştirak edəcəyik. İnşallah ki, qələbədə bizim olur. Adım Nuradin İskandarov, Milli Aliyyəs Akademiyası. Bizdə deməli Roma Soccer komandamız var, RC Craft komandamız var, Drone komandamız var. Və bu kateqoriyalar üzrə yarışacaq inşallah. Bu gün də öz məharətlərini göstərdilər, yarışa hazırlıqlar. Ümid edirəm ki, yaxşı yerlərdən birini tutacaq. Keçən ildə tutmuşduq, ikinci yerlərimiz olmuşdu. Bu il birinci yerə namizədik inşallah. Əslində bu ilk sınav uşaqlar üçün və hava şəraiti bizə çox mahnıçilik törədir. Özünüz də şahid olun. Nəzərə tutsaq ki, alsaq ki, bu uşaqların modelləri balacadır, küçüldür, belə küləkdə çox çətindir. Ona baxmayaraq, iş elədilər. Biz istədiyimiz səviyyədə olmuş, amma elədilər. Umud var ki, gələcəkdə yaxşı olacaq. Əsas yarışların hələ vaxt var. Uşaqlar ona nöqsanlarını bildilər, hazırlaşırlar. Yaxşı olmalı.